Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Qarabağ münaqişəsinə cəlb edilməsi mümkün deyildi. Çünki hətta Ermənistanın özü də bu ərazini tanımırdı. Qlobal İnfo xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib. O bildirib ki, ermənilər müharibə dövründə KMTT-nin Qarabağa müdaxiləsini gözləyirdi. Stat 2020-ci ildə müharibə zamanı Ermənistanda deyirdilər ki, gəlin KMTT mexanizmindən istifadə edək. Amma əslində bu müharibə harda gedirdi? Qarabağ ərazisində. Ermənistanın özü isə təəssüf ki, ya da xoşbəxtlikdən həmin ərazinin nə özünün tərkib hissəsi, nə də müstəqil ərazi kimi tanıyırdı deyə Zaxarova qeyd edib. O vurğulayıb ki, KMTT-nin 2020-ci il müharibəsinə hərbi müdaxiləsi üçün hüquqi əsas olmayıb. Statın sonu. Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi Zaxarovanın açıqlamalarına sərt cavab verib. Rəsmi Bakı Qarabağın Azərbaycan ərazisi olduğunu və münaqişənin tam həll edildiyini bəyan edib. Bildirilib ki, Rusiya-Ermənistan münasibətlərinə aid mövzuların Azərbaycanla əlaqəli şəkildə şərh edilməsinə son qoyulmalıdır. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.